Salam yoldaşlar, mən Fuad. Bu gün YouTube üçün Power BI dərslərimizə start veririk. Power BI-yi sıfırdan sona qədər öyrənməyə çalışacağıq və ilk növbədə Power BI-yi hardan və necə pulsuz şəkildə işləyə bilərik, onu göstərəcəm. Birinci üsul, Microsoft Store-a daxil ola bilərik və burada Power BI yazıb axtarış edirik. Qarşımıza çıxan ilk seçim Power BI desktopu quraşdır basıb yükləyə bilərik pulsuz şəkildə. İkinci üsul isə brauzerdə Power BI download yazıb Microsoftun rəsmi hesabına daxil olub yükləyə bilərik. Deməli, daxil oluruq bura və qarşımıza belə bir hissə çıxacaq. Buradan yükləmək istədiyimiz dili seçə bilərik. Mən ingilisini yükləyəcəm və download basıram. Setupımız yüklənir. Setupımız yükləndi. İndi isə quraşdırmağa keçirik. Üzərinə klik edirik və yenidən dil seçirik. Hansı dildə işləmək istəyirik? Mən ingilis dilini seçirəm. Next edirəm. Daha sonra yüklənir və next basırıq və daha sonra lisenziyalarla razılaşırıq. Next basırıq. Bu hissədə isə biz Power BI kompüterimizdə hansı diskə yükləyə bilərik, onu seçirik. Standart C diski verir, biz isə bunu dəyişə bilərik. Mən isə C diskini seçirəm və next basıram. Daha sonra bu hissədə isə shortcutını yaratsın desktopda deyir və install basırıq. Power BI yüklənir. Setupımız yükləndi və finish basırıq. Power BI artıq yükləndi. Daha sonra isə Power BI öz-özünə açılır. İzlədiyiniz üçün təşəkkürlər.